Salam aleykum. Allah sizləri qorusun. O mənə bəziləri deyir ki, axır ki səni iş öldürəcək. Nə qədər işdirsən. Günün 24 saatının 9 saatı yatıb, günün 15 saatı işləməyimlə səbəb bilirsiniz nədir? Pula artıq tamahlığım deyil. Bax, bu axan tərlər övladlarımın gələcəyi üçün yaşamağı üçündür. Allahdan bir arzum var. Heç bir atanı övladı qarşısında aciz qoymasın. Əlimiz qəbər, ayağımız mazor olsa da olar. Bu dünyada gün görməsək də olar. Əsas odur ki, övladlarımız gün görsün. O deyirlər, pul qazanırsan, canından da müğayət ol. Bəli, canından müğayət olmaq lazımdır. Amma işləməsək də övladlarımız kiminsə önündə aciz şəkildə qalar. Allah yaxşıları qorusun. Bizə salam verən, dəstək olanlar, Allah çörəyimizi birə min eləsin. Salam aleykum.